Deməli, bu oğlan üçün atası hədiyyə alıb və nə alıb? В комнате, господи, комната не убрана. Wow! Düzəldə padarı. Ver yığın padarıq var. Bir dənə atır bax. Nəyə? Sana şahsın verməyəcəm. Ver taxın bunları da. Ver bax. Düşdü burası. Dayan. Bu düzəltsin ata, yaxşı. Əsələcək bu. Onlar işte belə şeylərdir, yalandan qoyublar. Koydum. 85 manat verdim. Ana, bunu bana koydun. Eyvallah. Aa, bana. Adam bax, içindən nə sat veriblər sənə. Sən oldu gəl mikrofon. Ooo, açki də veriblər, bax. Ooo. Ты такой модный. Gözlərini düzəldin bunu sənin üçün, yaxşı? Hadi. Avtomatı. Atamatı. Bax, bu belə tut, ata tutsun sən bas. Bas. Gözlə, olmadı. Olmadı. Bir şey olmalıydı. Gözlə. Deməli, burada nə baş verir? Bu oğlan oğlu üçün haşeyn alıb. Və nə deyiblər Vüsal? Nə deyir? Deyiblər ki, baseyni ancaq düz yerə qoymaq olar. Yerə. Bizim də düz yerimiz ancaq buradadır. Burada da maşınlar var. Ona görə də məcburi Bu demişdi. aha, beton üstünə. Yəni orada heç qəşəng də görsənməz. Ona görə belə bir dik deyilən bir şey alıblar. İndi bunları düzəldib. Burada bir baseyna düzəldəcək. Ölçüsü təsəvvür elə bax, bu buradadır. 4 metrə. Kimə maraqlıdırsa bundan alıb. Bu da bizim qorkamız. Yumaq lazımdır. O, Vüsal, de bu qorka ilə çıxar baseynin içine. Abi onu basen içine Ha. Adam Musa, привет. Adam, bu kimin kurtkasıdır? Başkasındır. Да, это не его куртка. Adam, тебе какую-то другую куртку одели. Salam Telman dayı, necəsiz? Wow, baseynimiz hazırdır. Eşek. Adam, burada kim çiməcək? Ben. Sən? Başka? Da Esma. Əşma. Kimsən? Yox, niyə? Yok. Bəs mən adam deyiləm. Sen orada kimsən? Haberlik derin de. Burada. Ты слышишь, что он говорит? Deyir, sən orada çimirsən, biz də burada çimirik. Çox sağ ol. Küstüm səndən. Malades Vüsal. Dostlar, hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Mən də anamgil gələcək deyə həm evi yığışdırmalıyam, həm də təmizləməliyəm. Başladım mətbəxdən, nə var yığışdırdım, hətta soyuducunu belə təmizlədim. Hər şeyi yerbəyer eləyib keçdim qabları yumağa. Əslində qab yuyan maşınım var, amma hər qabı maşında yumaq olmur və qab yumağı əslində mən çox sevirəm. Üstə gəl bıçaqlar iti qalması üçün onları da maşına qoymuram. Qabları yuyana qədər paltarlarım da yuyuldu, ona görə getdim onları sərdim və keçdim qonaq otağına. Buranı da nə qədər yığışdırsan azdır. Hər dəfə batır, bilmirsən nə edəsən. Ortalığa yığışdırdım, divanın üstünü plisosdadım, yastıqları qoydum yerinə və süfrəni sərdim. Keçdim plisosun için, çölün, şəlpəsin yumağa və demək istirdim ki, bu robot plisoslar necə həyatımızı qurtarır və işimizi asanlaşdırır. Plisosumun adını Vüsalə qoymuşam və Vüsalə qonaq otağı təmizlədi, şaq. Həm zibilin çəkdi, həm sildi. Beləliklə otaq təmiz oldu və keçdim yataq otağıma. Bütün yuyulan paltarları yerbəyer elədim. Çirkli paltarları bir qırağa yığdım. Pastelimə də səliqəyə saldım. Otağın tozlarını alıb paltarları da şkafa yığdım. Sonra isə keçdim makyaj dolabıma. Bütün zirzibil yığılmışdı masanın üstünə. Oraları təmizlədim, şkafları açıb oraları biraz səliqəyə saldım. Lazımsız əşyaları atdım. Güzgüləri sildim, həmçinin şkafın da güzgüsün. Deməli dostlar, məndə belə bir ramkalar var. Və bəziləri qırılıb, artıq sınıb. Nəyə görə? Çünki mən bu ideyanı hardasa təxminən 5 il əvvəl və ya nə bilim bir neçə il əvvəl beynimdə gəzdirirəm. Belə bir şey eləmək istəyirəm ki, taxtın üstünə belə bir tablo eləyim. Düzdür, burada adım yoxdur çünki bu köhnə fikrimdir, köhnə ideyamdır. Amma inşallah
təzə ramkalar alıb adımın şəklində əlavə eləmək istəyirəm. Ben eləmişəm. Temudan belə bir şeylər sifariş eləmişdim. Proba üçün bir ramkaya yapışdırmaq istəyirəm. Yəqin buralardan yapışdıracağım. Deməli qopardırsınız, bir tərəfin ramkaya yapışdırırsınız, bir tərəfini isə divara yapışdırırsınız. Amma Temuda deməli adi divar idi. Yəni məsəl üçün belə bir divar idi. Boyun üstünə görməmişəm, amma indi mən proba eləmək istəyirəm, görüm necə qalır. Amma məncə maraqlı olar. Baxın, bu ramkaların hamısı heç biri demək olar ki, ağ rəngdə değildi. Məncə heç biri ağ değildi. Və mən bunları özüm rəngləmişəm. Adi ramkalar alıb rəngləmişəm. Hətta bu görüntü belə məni narahat eləmir. Çox da xoşuma gəlir. Biraz retro görsənir. Şəkillər isə ən sevdiyim şəkillərdir. Bu bizim heç sevgili vaxtlarımızın şəkili belə deyil. Bu isə sevgili vaxtlarımız, nişanlı da değildik. 2018-ci ildir. Sonra bu burnumu əməliyyat eləmişəm. Baxın, 2020-ci ildir. Bu da nəsə o illərdir ya bir il sonradır. Burada Türkiye'ye gitmiştik. Bu toyumuzun, Tula'daki toyumuzun, Rusya'daki toyumuzun şəklidir. Bu buradaki toyumuzun şəklidir. Bu isə Qubadakı dağlardakı şəklimizdir. Bu da 2022'de səhv eləmirəmsə doluşçuluğa getmişdik. Əgər düz dedimsə, Allah bilsin səhv dedim. Yəni belə bir maraqlı şeylər, fincanlar düzəltmişdik. Bu da var. Bu isə 2022'de deyəsən. Bura bilirsiniz haradır? Sherlock's restoranı, hansı ki bağlandardıq. Neyse, mən başlayayım bunları yapışdırmağa və baxaq görək necə alınır. Və bütün ramkaların arxasına yapışkanları yapışdırdım. Sonra qoparıb o biri tərəfin yapışdırdım divara. Necə düzdümsə çox da sevmədim. Sonra yerlərini dəyişdim. Deməli biraz dəyiş-düyüş elədim. Düzdür, bu divar üçün biraz azdı şəkillər. Belə də göstərim. Hətta biraz uzaqdan da göstərim. Neyse, belə oldu. Gərək setka ilə eləyərdim. Biraz elə bil əyri-müyri oldu. Nişo straşna. Belə də olsa olar. Neyse, nədir oldu? Keçdik adımın otağına. Burada da oğlum üçün 5 dəqiqə lazımdır ki, neysə dağıtsın, qırsın. Amma narahat deyil, çünki mənim kimi anası var, yığışdıracaq. Buranı da səliqəyə salıb keçdim ayaqqabıları təmizləməyə. Əslində parçası çox çirklidirsə, adətən atıram o ayaqqabıların paltarı yuyan maşına. Amma aşağı tərəfini təmizləmək olursa, onları artıq əldə silirəm. Beləliklə ayaqqabıları da, polu da, qabları da sildim. Oldur tərtəmiz. Keçirik Həcərin ən sevdiyi işə, paltar ütüləməyə. Belə deyə, əslində sevdiyim ev işi yoxdur, amma sadəcə olaraq evi səliqəli görmək məni çox rahat edir və səliqəsiz görmək çox narahat edir. Ona görə də mən seçirəm yorğun olmaq, amma təmiz evdə qalmaq. Bizdə də maşallah paltar heç azalmır. Bir reis yuyuram, bir reis sərirəm, o biri reis ütülüyürəm. Şkaflara yerləşdirirəm, bir də görürəm çirkli paltarlar çıxır və yenə də maşına atıram. Təkrar eyni işləri görmüş oluram. Nəysə, mən də YouTube'da nəsə özüm üçün videolar qoşdum. Baxa-baxa bütün paltarların hamısını ütülədim. Beləliklə səhərsi gün mənim ailəm Rusiyadan gəldi. Anam və qardaşım təəssüf ki, gəlinimiz gələ bilmədi, amma yenə də mən çox xoşbəxtəm. Burada isə 22 iyundan 23 iyuna transformasiya edirik. Tamam, açacağım. Görün balamın değişik kitapları, zatları var. Ot burada. Anamın babulası gəlir. Adam kim gəlib həyatım? Sır. Adam, ona sırrı niye bulasın olacak? Görünene sana ne güzel kitaplar alıp hayatım, bak. Oo, ne geçiyor. Bak. Yapıştırma nakleykalar. Bak. Hanım maç. Maşın obisi şeyde gelip getirecek nene. Bak, burada da böyle geçik kitabım var. Bak, görünene sana neşiden kitap alıp bak. Bak. Maçını. Getirem hayatım. He. Kim alıb? Hadi al. Nana. Mamulçkam burada hediyeler getirir. Koymadım bana. Niye hayatım? Belə çoxlu nakleykalar. Bundan o. Raskraska. Bu da nədirsə. Hissəyə bölünmüş. Xırda detallardı. Bunu bitirmiş diye Mamul. Bunu ona göre getirmedim. Bunlar çox qəşəngdir. Burada nakleykalar qopardıb yapışdırmaq lazımdır hamısını. Belə firma.
nakleykaları. Buraya. Ha, bunlar Buradan başından yapıştır. bağlıdır. Erzak nakleykaları ve dizayn interyeri. Bu da fast food. Var ya bak. Tarılkaları nəsə qoyurlar. Maraqlı. Paltar elektriklənməsin deyə belə antistatik. Sonra belə maşın alıb ana balasına batonçiklər. Bu mənim tapçıqalarımdır və belə tapçıqalar. 2 dənə belə xalatik və adam üçün belə bir dəsmal. Darak, janek. Adam üçün parmezan, postür. Sonra belə bir də sportivni kostyum alıb və cins ceket. Dostlar, biz hara gəlmişik? Bibimgilə gəlmişik. Bu mənim anam. Evden ses çocuğa. Sen varsansa hamı var. Привет, тетушка. Sağ ol. Gəlin. Qızıma yanalım. Ürəyim. Belə bir gözəl gül də aldım. Trenerim üçün. Və gedirəm artıq çatıram. Hədiyəmi verəcəm. Məncə sevinər. Kuryer zakaz eləmiş dönəcək. Gətir, adam gətir. Ay Allah, benim bu hayatım, benim bu ömrümdür, benim bu canım ciğerimdir. Şu Bu MMS yatıştı. Это мясо? Это мясо, бир. Я так мало. Ala şarbı da. О, тебе шар дали? О! Şəhərdən bu sözü deyir, bəlkə bala. O kimdə adam? Salam ver, salam ver. Onlar da gəlirlər ha adam. Adam boyunlara salam ver. Uzaqda yenə var. öpür Elbistan'ı, koyunları öpür. Sağ olun dedim. Sağ ol hele, sağ ol hele. Dostlar, görün biz hara gəlmişik. Bura Ağcabədidir. Yeni Qaradalaq kəndi. Və bu mənim babam evidir, bizim evimizdir. Gəlmişəm bağa, baxmağa görək burada nə var. Maşallah, xeyli karalyoklar olacaq bu il. Armud var, alma var. Burada gavalı. Bağda, o biri bağda tut. Burada isə alma və mən indi belə bir alma xırtıldatmaq istiyorum. Gəlin birini tapaq. Olsun yaşıl. Hop. İyi. Necə superdir. Baba, Harca abi. Esen, sen güclü yemek ye, gücden gelende Qarabağa gedəcək. Mədən Sen biz daha demələr deyirik. Ha? Yavaş yavaş denen yerden ha. Yine uşak. Qarabağa gedəcək. Qəşəng sərinlikdə Qarabağa gör. Xan kəndi, Bakır, Adaha, Əlbəcə. ora aparacağım Ben sen. gezdiğim yerler oralardı. Aparacağım Sen sen. aparıp tutup yüzünde gezdireceğim. Abi bu sentyabrda gedək. Maşınımla geldim. Ha, maşınımla gedək. Oldu. Özdə sən xoşduğundandır, hündür. Hündür maşındır. Hadi dağ yerin çoğu. Altı kaldı. Sen çorpan da gelip videosunu çekilsen bana. Nə var ki burada? Artık çekin YouTube'a koy. Yalan değil. Niye sen çağırdın? Elimle çek. Deməli burada nə baş verir? Aycan, Maşallah. harda? Cin. Baxın bir də maraqlı faktor. Mən deməli buradan uşaq vaxtı yıxılmışam. Buradan bax bura. Düz simentin üstünə. Hətta anam deyir ki, nəfəsim kəsilmişdi. Burada babam oturub. Deduşka. Salam. Hə. Olsun da olsun, mən yeyirəm ayaq. Nə var ki, burada ayıb bir şey yoxdur ki. Şöyle
Çölə çıxır, get koyma. Get. Ana gel buraya. Mən də almaq istəyirəm, gözlə. Aferin balama, düşmədi. Aa, düşdü. Elim şişe olup. Əlin çirkli olub. De ona. Yox, nə eləmək istəyirsən indi onu? Ben tutuyorum. Yuyursan. Harda? Deməli, biz burada yelən çay tapmışıq. Yəqin ki, bunu babam düzəldib. Değil mi Amul? Adem burada yellənir. Ulu babasının yelən çayında. Nə yeyirsən oğlum? Ağlama. Alma. Denən nuş olsun sizə də. Benim aşkım gelmiyor. Sənin atan gəlməyib. Evet. Hardadır bəs atan? Yok da. Nötər yoxdur oğlum. Gedib maşını düzəltməyə, hə? Hı. Nənəmiz də burada çolpa ütür. Adam, dostlar, görün biz hardayıq. Maraqlı bir yerə gətirmişik Adəmə. Deməli, burada nələr var? Əsas məsələ uşaqların 100% bəyənəcəyi bir şey. Suyun içində nəsə tutmaq. Sonra isə burada nələr var? Kamyak falan olmalıdır, amma nədənsə görmürəm. Burada da həmçinin. Sonra burada yəqin şəkil çəkməyə belə bir budka qoyublar. Burada isə belə bir tısbağalar. Və bu nədir belə? Elə bildim kukuruzdur. Amma belə maraqlı bir daşlardan ibarət pisoçnitsa var. Fərqli avadanlıqlar var. Burada nə var? Burada isə belə bir... Uy, ay Allah, buna baxın, nə şirin görsənir. Ana baladır deyesin. Papugayçiklər. Ha, burada da nə qədərdir. Burada belə dovşanlar. Adım burada vedrələrlə su daşıyır. Nənəsi girib içəri. Mənim anamdır bu arada. Buradan da maraqlı su axır. Suyun yanında belə oynamağa yer də var. Karandaşlarla nəsə çəkmək, rəngləmək və konstruktor. Sonra isə burada belə inəklər var və orada da fermadır. Burada isə uşaqlar həm yedizdirirlər, həm sağırlar. Burada isə belə bir ferma. Nədənsə burada heç kim yoxdur. Biletlər buradan alınır. İqrışqalar var hətta almaq üçün. Sonra isə burada belə bir bufet var və əyləşməyə belə yer var. Belə buz arenasında yerləşir. Buranı krutить elə. Da. Krути. Gördün? Aha. Wow! Давай, Кать, мы сделали это, давай. Опа, молодец. Ага, давай. А давай. С дерева собирай. Есть водитель? Yoxdur. Deməli, soskaları buradan götürürük və gedib yedizdiririk. Gel. Bana mı? Дай корове попить, сынок. Супер! Biz orada oynayarken kişiler burada tenis oynuyor. Yəqin ki pulla oynuyorlar. Aha!
Ой, так холодно. Вау. Адам, это что такое? Babuля da balam üçün belə bir marojna alıb. Deməli oradan çıxdıq, gəldik biraz gezməyə və görün nə gözəl hava var, nə gözəl ay var, nə gözəl məşğuliyyətlər var. Kimsə oynayır, kimsə piknik eləyir, kimsə gəzir, kimsə it pişiyin gəzdirir. Beləcə. Bu da qardaşım. Paydım tamam sen. Abi sağ ol. Sen ne yapıyorsun? Sağ ol da. Bu arada hiç özümü de göstermemişim. Bugün böyleyim. Bence makyajım geçen alınıp saçım da eğinip. Bakın ne maraqlı. Burada deməli uşaq meydançası da var. Ben özüm de buranı istəyirəm. Sana gül getirdi Ezer bak. Это что, мамина жизнь? Спасибо, любовь. Мамина любовь. Мама тебя очень любит. Где мои цветочки? Вот мой цветочек. Sıvtoçki de yerde al. Ну что ты палишь? Aa gel bura. Sen bak benden kıymetli istemişsin. Вот, значит, что у вас Ayak тут, bak да? şey bundan yerdi. Videoda baktım ama gel otur yanımda. Gel bura. Deməli gəldik, oturduq kişilərin yanında və burada pivə seti var, gürzə və krevetka klyarda. Vüsal özünə nəsə Red Bull'lu şey sifariş elədi. Sakitleştirdi. Nə? Kalyan sakladı. Burada kalyançık var və biz də özümüzə çay sifariş elədik. Anama da sırnik sifariş elədik. Krasota. Baş sən nə təri çəkə bilmədimi? Yeznəşkaya xidmət eləyirdi. Davay, davay, davay. Adam uşaya sok gətiriblər. Adam yerə atma həyatım. Aferin balama. Pendir var içində oğlum. Kalda baksan. Bu ya satmıyor. Onun. Ölürüm kafa. Orada. Ha, Duru ayak düşecek. sesi desen. Oldu. Fayla bun, Wi-Fi'lar zayıflıyor. Hadi boğazımdan çek. Arvadından danışır. Deyir boğazımdan keçmir. İstirahət. Boğazımızdan keçmir, evlilik ya. Sağ bakırıq boğazımızdan keçmir. Restoran göstermiyor ona. Devam olacak. Öyle dedim. Adam boğaz. Bir bu sayılar çıktı. Öğreti böyle. Конечно, ver какие печь, ver adam. Adam какие печь, ver.